Sən arvad diyetə oturub, yeməyi nəyin var? Yaxşı bir burgerdən ver də mənə, heç kim görmür, Timboli. Hə. Lapuşa, mənə portbakonu al da. Heç düşünmüsünüzmü psixoloqlar depressiyaya düşəndə kimə müraciət edir? Desəm heç vaxt inanmazsınız. Spider-Man. Bu ya. Человек, no pauk. Mənə bir dənə bakal ver də, boş olsun amma. Astrologiyaya inanan oğlan mənə ümumiyyətlə çatmır. Ayda, mən necə gözələm. Bax bir. Tanışım bir məndən dirəşib ki, sənin bürcünü tapacam. Sən oxatan bürcüsən. Çıxardıb şəxsiyyət vəsiqəsini qabağa qoymuşam. Deyir, mən bilirdim, sən xərçəngsən. Deyirəm, qardaşım, 92-ci ildə aləm dəyib bir-birinə. Ona görə də Səfər atamın doğum gününü qoyublar. Mən əslində qalsa 11 iyunda olmuşam. Yəni sən 2 dəfə... Səni demişdim də, əsas satacaq. Vşo, davay, kartımı atıram, mənə göndərərsən. Vşo, davay, sağ ol. Nə qədər? 500 manat? Ay qız, taroloq olma deyə, bu pramo elə soxoloq oldu. Arada mən zəng eləyirlər ki, gələcəyimi. Soruşuram ki, pulun var, deyir, yoxdur. Pulun yoxdursa, gələcəyin də yoxdur. Bu yaxınlarda bir taroloqla çox xoş bir seans keçdim. Ümumiyyətlə, milli alətlərdə ifadələrə böyük hörmətim var. Yəqin sən də eşitmisən, qaradərilər haqqında stereotip var. Basketbolu hamına yaxşı oynayırlar, nə bilim, ən güclü sürətli qaçırlar. Boş söhbətdir. Bəli, 200 manat. Aha, kartımı atarsın. Hə, özünüz bilərsiniz, okey. Taksilərdəki kartla nə problemlər var, başa düşə bilmirəm də. Gözündə görürəm o sualı. Boş söhbətdir. İnsanlar pis fikirlərini danışmalıdırlar, bir-biri ilə bölüşməlidirlər. Çünki fikir adamı bir təhər edir. Gəldim, yenə bəxtim gətirmir. İşıqlar niyə söndü? Mırtdaşma məndən. Deyirəm, yaxşı ki, mən varam, mən olmasam neyniyərdiniz? Fransada bir dənə zor kişi var idi, Michel Göklen. Bütün taroloqları barmağına dolamışdı. Gəl sənə onu danışım. Bütün taroloqları yığıb bir yerə, öz ad gününü verib, deyib, mənim natal xəritəmi hazırlayın. Bunlar bir həftə işdə, kəs, hesabla, axıra deyiblər ki, siz möhtəşəm insansınız. İnsanlara sevgi vermək sizin həyatınızın məqsədidir. Axırda Michel deyir ki, qardaş, mən sizə öz doğum tariximi verməmişəm. Seri qatili Marcel Pichonun doğum tarixini vermişəm. Pox, pox. İstəyirəm meyxana deyim. Niyə baxırsan ki? Xosa rep deyə bilir. Mən bir dənə meyxana deyə bilməyəcəm. Qaqaş, toyum oldu axı mənim. Deməli, toy günü hamı deyir ver. Bəy gəlin maşını deyir ver. Məhəllədə uşaqlar deyir ver. Fotoqraf ver. Ofisiant ver. Hələ axşam. O birisi də DJ ver. Lapuşa, 5 dəqiqədir mənə niyə cavab vermirsən? Küstüm səndən. Allah, mən bu qızları başa düşmürəm də. Evlənəndən sonra deyirlər ki, sizinkilərlə yaşamaq istəyirəm. Məndən olsa qaynatam ayrı evə çıxaram. Mehin xanım, Hə, bu sizin gül. gülmürəm. O gün də qaynatamla nərdə oynayıram. Görürəm, zər tutun. Prosta əclafın zər tutmağı da ləzzətlidir. Qurban olaram, Esa. Mənim bir dənə qonşum var. Hər dəfə məni görəndə ya dala qayıdır, ya da yolunu dəyişir. O gün axır onu tutdum, deyirəm ki, ay xala, pişik adam sənin üçün. Bu inanclar bizim evimizi yıxacaq qaqaş. Keçən dəfə sənə dedim də, sən barmensən, bəxtəvər adamsan. Mənə görsən, bəxtim gətirmir. Bu günlərim boşandım, təbrik eləyə bilərsən məni. Abrat yıxılmışam, Arvad gil tərəfə. Kimsə mənə atval verəsən. Dilxor olmuşam konkretə. O bir dənə qız mənə atval verib, mənə yer. Keçən dəfə də dostumun üstünə quş sıçıb, elə bilir pul gələcək. Bu nə kasıb düşüncə deyə. Deyirəm, kurtkan pox, pulu yox. Qarabağda gördün də neynədir? Mən belə neftçi azarkeşiyəm, amma Qarabağın hər oyununa gedirəm. Nəsə adı şirin gəlir mənə. Bir dənənin də qədri bilinir. Elə bizdə də bir dənədir də. Hücumda da oynayır, arxada da oynayır, ortada da oynayır. La hər yerdə oynayır. Adı da Qarabağ. O deyirlər, qardaşın Afrikada banan yeyir. Bax, o heç kimin qardaşı deyil, o mənim qardaşımdır. O trend var, təzə çıxardıblar. 10 il qabaq şəkilləri paylaşırlar. Bir dənə burnuma bax. Mən indi şəkilləri paylaşmıram. Qaldı 2016-da. Belə baxanda nə qədər də oyunçu var, hamısı da xarici. Amma ən yaxşı seçilən kim? Elvin. O gün maşın riski qabağında tormuz elədi. Qız düşüb şüvənlik salır ki, vurmusan məni. Düz deyə eləmişəm, amma dəymədi. Bir dəfə də dostlar arasında oturmuşuq. Xanımın biri məndən dirəşib ki, astrologiya realdır. Dözmədim, dedim, sənlə Hitleri birləşdirən bizən nədir? Deyir, nədir? Sən də Hitler də insanları necə doğulmasına asılı olmayaraq eyni mühakimə edirsiniz. Bir gün Eintracht, Kopenhagen, bir də Qarabağ təyyarədə gedirlər. Pilot deyir ki, hansı vuz?
Qarabağ da deyir ki, mən. Mən özüm ali təhsilli adamam. Bütün tarixi də əla bilirəm. Einsteynin də bütün mahnılarına qulaq asmışam. Akşa da baş asmış, başmışsa da faz asmış. Səhv deyim. Nə olub bizimkilərə? Bəhlul da birinci qol Çempionlar Liqasında. Qaqaş, bu gül buketi atan moment var at. Valla orada arkada bu subay qızlar nə mübarizə eləyir. Bu gülü tutmaqdansa o qədər subay oğlan var idi toyda. Luç onları tutardı. Keçən dəfə yanıma bir cütlük gəlib deyir ki, bizim problemimiz var. Çünki o əqrəbdə mən xərçəng. Deyirəm, xeyr, sizin probleminiz var çünki siz xiyarsınız. O gün bir dənə xalaşqa var, qardaşıma patxod eləyir. Deyirəm ki, ay xala gömbulsan da. Deyir ki, bəs doğuşdan sonra kökəlmişəm. Ya deyirəm, hə də, maman səni doğub, sən də kökəlmisən. Mənim gör həyatda bəxtim nə qədər gətirmir ki, bayaq maşınımın içində pişik dəşədi. Amma bura kondisioner eləyə bilərsən ki, mən Maldiv havası vursun. Podruqamın da başı xarab olub. Vurulub baykerlərə. Mən də bezdim ona izah eləməyə ki, ay qız, kuryer bayker deyil. Amma bu kasıblar mənə çatmır da. Ha, gedib 400 manata 12 saat misir qulu kimi işləyirlər. Amma sonra da gedib Instagramda yazırlar ki, bəs şir bölücü liderdir. Amma get rədd ol da. Bu taksilərdən də bezmişəm. Priusları dəyişiblər, sürücülər qalıb. Belə də ki, mən özüm kişisiz də yaşaya bilərəm. Azad qadınam. Ayda necə qəşəng sumkadır. Alo, canım. Tutuşik xəstələrini mənə pul göndərə bilərsən? Uf, necə idi ala. Uf. O gün sevgilimə dedim ki, məni İtaliyaya aparsın. Həmişə Eyfel qülləsini görmək istəmişəm. Oldu, mən gedirəm. Eintrachtın uşaqlarının psixoloq ehtiyacı var. Bu necə qol idi? Bomba. Hər şey sonda zordu. Elə Qarabağın o sonda vurduğu qol kimi. Nəysə, qanım qaraldı, hava da qaraldı. Mən gedim. Sağ olun. Yaxşı, mən getdim, təzə taksi çağırmışam. İndi sən də bilirsən ki, astrologiya os. Bax söhbətdir. Gedim Ebrat, gedim görüm qaynatam nə edir. Görüşərik.